Salam əziz balalar, başlayaq ümumiləşdiriciyə. Hansı halda 2-3 bucağın oxşarlığı haqqında həmişə bəzən heç vaxt fikirlərini söyləmək olar? A bəndi. 2 dənə bərabər 3 bucaq götürək. Düzdürmü? Düz biraz yaxşı alınmadı. İki dənə bərabər 3 bucaq oxşar ola bilərmi? Bəli, ola bilər, amma həmişə yox. Məsələn, deyək, bura 100 dərəcədir, tutaq ki, təpə bucaqları eynidir. 100 dərəcə, məsəl üçün. O zaman oturacaqdakı bucaqlar nə olacaq? 40 dərəcə, 40 dərəcə. Düzdür? Yəni, belə də ola bilər, fərqli də ola bilər. Amma həmişə bir-birinə bərabər olmur axı. Deməli, A bəndi nə oldu? Bəzən. B bəndi. 2 dənə bərabər tərəfli üç bucaq. Bərabər tərəfli üç bucaqda həmişə bütün bucaqlar nədir? 60 dərəcədir axı. 60 dərəcə, 60 dərəcə, 60 dərəcə. O zaman burada da bucaq əlamətinə görə, BB əlamətinə görə belə deyilir, bir üç bucağın iki bucağı, digər üç bucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar olur oxşar, düzdürmü? Sözsüz ki, oxşarlığı da uyğunluğu qorumaq şərti ilə yazırıq. O zaman burada isə 3 dənə bucaq bərabərdir. 2 bucaq nağdı bərabərsə oxşar olduğuna görə bu 3 bucaqlar nədir? Həmişə oxşardır. B bəndinə yazırıq nə? Həmişə. C bəndi. İti bucaqlı və kör bucaqlı. İti bucaqlı 3 bucağın hər 3 bucağı itidir. Kör bucaqlı 3 bucağın isə bir bucağı kördür, digər bucaqları itidir. Sözsüz ki, bu iti bucaqlar, yəni 2 dənəsi bunun 2 dənəsinə bərabər ola bilməyəcək. 3 bucaqlar oxşar olması üçün, məsələn, iti bucaqlı ilə iti bucaqlı oxşar ola bilər. Kör bucaqlı ilə kör bucaqlı oxşar ola bilər. Bərabəryanlı ilə bərabəryanlı, düz bucaqlı ilə düz bucaqlı oxşar ola bilər. İti bucaqlı ilə kör bucaqlı oxşar ola bilmir. Bu da oldu nə? Heç vaxt. Hər bir hal üçün verilmiş fikirlərdən hansı ikisinin bir-birini təksib etdiyini müəyyən edin. Baxın, birincide deyil, üç bucaq ABC bərabər yandır. Yazdım bərabər yanlı. İkincide kör bucaqlı. Üçüncüdə də müxtəlif tərəfidir. Üç bucaq ABC müxtəlif tərəflidir. Müxtəlif bucaqlı. Müxtəlif bucaqlısa da müxtəlif tərəfli olacaq. Bərabər yanlıdırsa, məsələn, bura yazıram beta, oturacaqdakı bucaqlara yazıram alfa, alfa. Kör bucaqlı ilə bərabər yanlının 2 dənə bucağı bərabər ola bilər. Yəni, bir-birinə bərabər yox, ha. Bir-birinə bərabər yoxu demirəm əvvəldən. Diqqət edin bura. İzaha verim. Məsələn, bura yazıram, bir dənə başqa hərfi yazım. X yazım bura. Bura yazıram Y yazıram. Düzdürmü? Yəni, kör bucaqlı 3 bucaq bərabər yanlı ola bilər. Bərabər yanlı 3 bucaq da kör bucaqlı ola bilər. Bunlar bir-birinə oxşar ola bilərlər. Əgər bu təpə bucağı kör bucaq olsa, və oturacaqdakı bucaqlar da bir-birinə bərabər olsa, bunlar bərabər ola bilər. Amma sözsüz ki, həmişə bərabər deyil, bəzən ola bilər. Ona görə bunlar bir-birlərini tam təksib etmir. Çünki bəzən oxşar ola bilərlər. Eyni də ola bilərlər. İndi müxtəlif bucaqlı deyəndə artıq, məsələn, buraya yazaq tutalım A, buna yazaq B, buna yazaq C. Bucaqlar müxtəlif ola bilər. Məsəl üçün deyək, bura 40 ola bilər. Bura məsələn 30 ola bilər. Bura oldu 110 dərəcə ola bilər. Yəni, müxtəlifdirsə bərabər yanlı deyil. O zaman birinci ilə üçüncü bir-birini təksib edir. İndi 2 ilə 3 bir-birini təksib edə bilərmi? Tam təksib etmir. Çünki məsələn, bu kör bucaqlı 3 bucaqdır. Düzdür, bura kör bucaqdır. Məsələn, biz aldıqda burada kör bucaqdır. Bu kör bucaq olandan sonra oturacaqdakı bucaqlar
Kör buzaq eyni də ola bilər. Oturacaqdakı buzaqlar və buradakı kimi müxtəlif də ola bilər. O zaman bunlar tam təchiz etmir. Çünki burada buzaqlar eyni. Məsələn, buradakı buzaqlar fərqli ola bilərdi. Məsələn, bura 40, bura 30 ola bilərdi. Ola da bilər, olmur. Ona görə tam təchiz etmədi. Birinci ilə üçüncü. Çünki birincidə deyir ki, nağdır, yəni bərabər yanlı üç buzaqdır. Deməli, bərabər yanlı üç buzaqdır 100%. Bunun 2 dənə buzağı bərabərdir. Burada isə 100% 3 dənə buzağın 3-ü də fərqlidir. Ona görə tamamilə bir-birini təkzib edirlər. Bu belə. İndi keçək. Yəni, bunun B bəndi qaldı. Baxaq B bəndinə. B bəndinin birincisi. Bizə deyir, bucaq 1 bərabərdir, yəni konqruentdir bucaq 2-yə, yəni bərabərdir bucaq 2-yə, düzdürmü? Bu, hər ikisi düz bucaqda ola bilər. Düzdürmü? Hər ikisi kör bucaqda ola bilər. Hər ikisi iti bucaqda ola bilər. İkinciyə baxaq. Bir düz bucaq. Bucaq 1. Bucaq 2 iti bucaqdır. Üçüncü bucaq 1 üstə gəlir. Bucaq 2 180 dərəcə. Deməli 180 isə hər ikisi 90 da ola bilər. 90 üstə gəlir 90, 180. Sonra biri kör, digəri iti də ola bilər. Uyğun tərəfləri paralel bucaqlar kimi. Ya bir-birinə bərabər, ya da cəmi 180 dərəcəyə bərabər. Məsələn, biri kördür, biri itidir. Və ya biri iti, digəri kör də ola bilər. Yeri dəyişik də ola bilər bunlar. İndi görək, hansılar bir-birini tam təkzib edir. Baxın bura. Bu ikincidə deyir, biri düz, biri iti. Düzdürmü? 2 ilə 3 bir-birini təkzib etdi. Bir də 1 ilə 2 də. Birinci ilə ikinci də bir-birini təkzib edir. Çünki burada bir düz, bir itidir. Burada ya ikisi də kördür, ya ikisi də düzdür, ya ikisi də itidir. Amma burada isə ikincidə isə tamamilə fərqlidir. Deməli, bucaq yox. 1 və 2, 1 və 3. Amma 1 ilə 3 bir-birini təkzib etmir. Bundan bu. Çünki ən azı bir dənə eyni halları var. Deməli, bizim cavabımız oldu, bax bu. Deməli, bu ox işarələrindən görünür ki, DY ilə AC paraleldir. Paralel AC-yə, bunu bildik. DY ilə AC paraleldirsə, məsələn, bu bucaqla bu bucaq bərabər olacaq, uyğun bucaqlardır, bu bucaqla bu bucaq. O zaman BB əlamətinə görə 3 bucaq A, B, C oxşardır 3 bucaq DBE-yə. Bunun rahat həllini sizə öyrədim. Deməli, tərəflər nisbətini yazaq, uyğun tərəflər nisbətini yazaq. Deməli, AB bölünsün DB, yəni BD bərabər BC bölünsün BY bərabər AC bölünsün DY. AC 20'dir. DY 16'dır. İxtisar gedir olur 5/4. Deməli, hamısı 5/4 nisbətindədir. Baxın bura. Demək, bura nə olacaq? Bunu yazıram 5x. Bura olacaq 4x. Bura olur 5y. Bura olur 4y. B'de olur 4y. B'de olur 4x. İndi bura 5x-dirsə, bura 4x oldu. Burada 4x-dirsə, bura olacaq x. Axı x ilə 4x-in cəmi 5x edirik. İndi bura 4y-dirsə, bura nə olur? 1y olur. Cəmi 5y olsun ona görə.
Bir tərəfləri tapaq. Məsələn, x bərabər 5-dir. Düzdürmü? Şəkildə görünür də burada. X bərabər 5-dir. Biz y-i necə taparıq? 4y bərabər şəkildə görünür ki, 12-dir. Düzdürmü? Bax, burada. Y də bərabər oldu 3. İndi baxaq bir perimetrə. PABC bərabər. AB üstəgəl. BC üstəgəl AC-yə. Şəkildə görünür ki, AB 5y-dir. BC 5x-dir, AC isə 20-dir. 5y 5 vur 3. 5x 5 vur 5, x 5-dir axı. Üstəgəl 20, bu da toplayanda elədi 60. PABC-ni tapdıq. İndi buranı siz bura kimi yazırsınız. Mən bunu silim, yuxarıdan həllə yuxarıdan da, çünki mənə şəkil lazımdır ona görə. X-lə y-in qiymətini yazarıq. X5, y3. PABC-ni tapdıq. Oldu 60. İndi BD yeni tapaq. BD bizə nə? BD üstəgəl. DY üstəgəl BY-ni verir də. BD, baxın BD-yə 4y, 12 verilib BD-də. Burada 12-dir. Hazır 4y, 4 vurur, sonuçda 12-dir. 12 də verilib. Üstəgəl DY 16 verilib. BY bəs? BY 4x-dir. 4x-də x axı 5-dir. X-i 5 tapmışıq. 4x-də 4 vur 5-dir. Vəssalam. 10, 20. 28, o da 20. Bu da oldu nə? 48. Bunu da tapdıq. İndi P oxşarlıq əmsalını istəyir bizdən. Oxşarlıq əmsalı bayaq o tərəflər nisbətini ki yazdıq biz ikincidə. Oxşarlıq əmsalı 20 böl 16, o da 5 böl 4. 1/4'də 1, 5 böl 4 cürbəzi verə bilər. İndi yazırıq P ADYC-nin perimetri. ADYC-nin perimetri olur AD üstəgəl DY üstəgəl YC üstəgəl AC. AD şəkildə bir Y-dir. Bu 3'dür. DY 16'da şəkildə görünür. YC 5'dir, yəni o da şəkildə görünür. AC də 20'dir. Və salam. Bunun cavabı elədir 44. Bu da belə. Demək nömrə 4'də 2 oxşar üçbucaqdan birinin perimetri digərinin perimetrinin 3'də 2'sidir. İki uyğun tərəfin fərqi isə 5 cm-dir. Bu tərəflərin uzunluqları neçə santimetrdir? Burada biz P1 böl P2 bərabər 2 böl 3 kimi götürə bilərik. Demək, bunların tərəflərin nisbətində bizə elə 2 bölünsün 3'ü verəcək. Perimetrə nisbət, tərəflərin nisbəti eynidir axı. Bu tərəflərin uzunluqlarını tapaq. 2 bölü 3 nisbətindədirsə, bunun birin 2x götürək, birin 3x götürək, rahat olsun. Və bizə deyir ki, bu tərəflərin uyğun 2 dənə tərəfin fərqi 5 cm-dir. Yox, 5 çıxayacaq da açıq beyinlə düz olmaq. Çünki 2x, 3x-dir. Bir dəqiqə. Çıxanın açıq beyin mən F5'də yaza bilərdim da yazmadım, qaldı.
Deməli 3x çıx 2x bərabər 5. Buradan x bərabər 5-ə. Tərəfləri də bax, A-ya bərabərdir 2x. 2 vur 5. 10. B-yə bərabərdir 3x. 3 vur 5. Bu da elədi 15. Günəş işığında ağacın kölgəsinin uzunluğu 2,8 metrə qədər çatır. Demək, ağacdır. Kölgəsi, günəş işığı gəlir. Buradan kölgəsi olur 2,8 metr. Eyni vaxtda boyu 1,8 metr olan 1,8 metr olan şəxsin kölgəsi, buradan elə bir işıq gəlir, kölgəsi olur 1,2 metr. Üç bucaqdan oxşarlığını istifadə edərək ağacın hündürlüyünü tapın. Aydın məsələdir ki, bu günəş işığı eyni bucaq altında götürəcək. Bu üç bucaqlar oxşardır. Tərəflər nisbətini yazaq. 1,8 böl h bərabər 1,2 böl 2,8. Vergülləri silək, sürət məxrəci 10-a vurdum, vergüllər getdi. H bərabər nə? 1,8 var. 2,8 böl. Yox. Axı dedik, burada vergülü sildik. Demək, bu ikisini 4-ə ixtisar aparaq. 3 dənə, 7 dənə. 1,8-i 3-ə böləndə edir 0,6. H bərabər 0,6 vur 7. O deyir neçə? 4,2 metr. Bu da ağacın hündürlüyü. Hansı üç bucaqlar oxşardır? Baxın, bu bucaqla bu bucağı verib bərabər alfa alfa yazaq. Bu bucaqla da bu bucaq qarşılı bucaq olduğundan bərabərdir, düzdürmü? Deməli, BB əlamətinə görə üç bucaq R, N, M, bir də ayıraq buradan, oxşardır üç bucaq P, N, M, D-yə. Bu bildik. İndi baxaq bu birisinə. Burada tərəflər nisbətinə baxacaq. Tərəflər nisbəti eynidirsə, o zaman üç bucaqlar oxşar olar. Baxın bura. Hərfləri yazmamışım. D, Y, F. Ola bilsin bizə yer çox lazım oldu. Gəlin bu C bəndini yazaq. Sonra o birisini yazaq. Deməli, 14 böl 21. 10 böl 15. 12 böl 18. Bunlar birbirine bərabərdir. 14 ilə 21 7-yə ixtisar aparam. 2, 3. 15 ilə onu 5 aparam. İxtisar 2, 3. 12 ilə 18 aparam. 3-ə. 6-ya. 3, 2. Hamısı 3-də 2 oldu mu? Bəli. Deməli. 3 bucaq P, R, D oxşardır. 3 bucaq A, C, B. Uyğunluğu qoruduq. A, B, C yox. A, C, B. Diqqət edin. Əgər bunu P, G, R yazsaydım, buradan bura aparsaydım, onda bunu buradan bura aparmaydım. O zaman 3 bucaq A, B, C yazmaydım oxşarlıq. Oxşar 3 bucaqlı hərfləri bu cür yazmaydım. Keçək indi B bəndinə. Görək bizə nə istəyir? 10-u bölürəm neçəyə? 16-ya. Tərəflər nisbəti. Balaca üç bucağı, böyük üç bucağı bölürəm. 16-ya. 12-ni də bölürəm neçəyə? 12 üstəgə 8, 20-yə. Düz yazmışım ədədləri. Bunlar oxşar olmayacaq. 16 ilə 10 ixtisar gedir. 8, 5, 2. 20 ilə 12 4-ə gedir ixtisar. 5, 3. Yox. 8-də 5,
fərqlidir 5-də 3-dən. Bunlar oxşar ola bilməzlər. Deməli, hansılar oxşardır? A bəndi ilə C bəndi. Qutardı, getdi. Deməli, bu 2 dənə üçbucaq oxşardır. M və N orta nöqtələrdir. Tərəflərin. Deməli, Rn bir də Bm medianlardır. Bizə deyir H və M-i tapın. Oxşar üçbucaqlarda uyğun tərəflərin nisbəti, uyğun hündürlüklərin, uyğun medianların nisbəti bir-birinə bərabər olur. Deməli, 1,2 böl 3,2 bərabər H böl 2,4, o da bərabər 1,5 böl M. Əvvəl bunu həll edək. Deməli, belə yazaq da. Surət mərazi ona vursaq vergüllə gedir. Bunu ixtisar aparaq. 4-ə 8 dəfə 4, bu da 3 dəfə 4. Deməli, H bərabər nə? 3 vur 2,4 böl 8. 2,4 8-ə bölündə 0,4 eləyir. 3-ü vururam 0,4 eləyir 0,9. İndi M-i tapaq. M vur 3 bərabər nə? 1,5 vur 8. Bunu 3-ə vurdum. Bunu da 8-ə vurdum. 1,5'i 3'e böləm eləyir 0,5. 0,5'i də 8'ə vuranda eləyir neçə? 4. Salam, hər iki cavabın ikisi də tapıldı. Deməli, şəklə görə PABC-ni tapaq. MNKC də kvadratdır. Kvadrattırsa bu tərəflər olacaq eyni. Götürək A. Tərəf 12 verib, mən də gezib A yazıram. Bunları bir dənə sileyim. Burada bax, bu bucaqla bu bucaq bərabər olacaq. Çünki axı bu xətlə bu xət, yəni AC paraleldir axı. Kvadratın qarşı tərəfi paralel olduğuna görə. Paralel olduğuna görə bu bucaqla bu bucaq uyğun bucaqlar olduğuna bərabərdir. Burada 90 dərəcədir. Burada deməli bucaq əlamətinə görə üçbucaq BNK oxşardır üçbucaq BAC-yə. İndi tərəflər nisbətini yazaq. Əvvəl də Pifaqora görə biz buranı tapa bilərik. Bu hissəni BK-nı tapa bilərik. Pifaqor ədədlərinə görə hipotenuz 15, katet 12-dirsə, digər katet olur 9. Elə bir ki, 9-un kvadrat üstəgəl 12-nin kvadratı bərabər neçə? 81 üstəgəl 144, o da bərabər 225. 225 də 15-in kvadratıdır. Yəni, bu Pifaqor ədədlərinə görə oldu bu 9. Və yaxud Pifaqordan başqa cür tapa bilərsiniz. BK kvadrat bərabər kökətdə, kökünə yazmayaq, düstur yazaq sonra. BK kvadrat üstəgəl NK kvadrat, yəni 12-nin kvadrat bərabər BN kvadrat. 15-in kvadrat yazaraq, bunu da həll edəndə BK bərabər 15 alınır da bunu uzun uzadı yazmıram. 15 deyilmə üzrü sayın. 9 alınır deyə uzun uzadı yazmıram. Buranı sileyim. İndi bunu uzaq başı yazın götürün. Bunu sileyim ki həllə burada davam edə bilək rahat. Üçbucaqların oxşarlığını yazdıq. Deməli, bu üçbucaqların oxşarlığını alınır. BN bölünsün BA. BN böl BA bərabərdir. BK böl BC. 9 bölünsün 9 üstəgəl 12. 21 yazaq bura. O da bərabər
NK böl AC. NK böl AC. İndi burada hamısında ədədlər yazılır. Baxın ora BN 15'dir. BA-ya C yazaq. Rahat olsun işimiz. 9 ilə 21 ixtisar aparsaq 3, 7. AC-də yazıram A. NK. NK da 12 verib, AC-də A. İndi buradan C-ni tapaq. C nəyə bərabərdir? 15 vur 7 bölüsü tənasiblə də 5 dəfə 7 oldu 35. Buradan da nəyi tapaq? A-nı tapaq. A nəyə bərabərdir? 12 vur 7 bölü 3. 4 dəfə 7 28. Demək bu oldu 28. Deməli C də bərabər 35 videoda yanılmışdım, özür sayın. Və salam ABC-nin perimetrini tapaq indi buradan. PABC bərabər AC üstəgəl BC üstəgəl AB və indi belə yazaq. AC 28 oldu. BC-yə baxın bir də. BC 9 ilə 12 21 oldu. AB'də nə oldu? 35. Cavab oldu 84. Bu da belə. Demək, üçbucaqlar verib. Bu birinci addımdır. İkinci, üçüncü addımları çəkmirəm. Baxıram ki, birinci addımın bizə deyir ki, perimetrini vahid qəbul elə. İkinci addımda üçbucağın orta nöqtələrini birləşdirən bir üçbucaq alınır. Üçbucağın orta nöqtələrini birləşdirən bir üçbucağın perimetri P1 götürək. Bu üçbucağın yarısı olur. Bölü 2, yəni 2'də 1. İndi ikinci addıma baxıram. İkinci addıma baxıram ki, hər bu balaca üçbucağın içərisində hərəsinin tərəfin orta nöqtəsini birləşdirən bir dənə üçbucaq alınır. Deməli, o zaman həmin bunun perimetrini yenidən 2'yə bölüblər. P2 bərabər 2'də 1 bölür 2'yə. Məxrəci 1'də olur. 2'də 1 var, 2'də 1. Oldu nə? 4'də 1. Üçüncü addımda da yine eyni zamanda bu üçbucaqları 2'yə böləcək. Baxın, bölür. O zaman P3 olur nə? 4'də 1 bölür 2'yə. Olur 8'də 1. Əssalam, hər üçbucağın perimetri 8'də 1 olur. Deməli, şəkildə 2 dənə dirək metal məftillə yuxarıdan və aşağıdan şəkildə göstərilən qədər C nöqtəsində mufta ilə bərkidilib. Bura C nöqtəsində bərkidilib. Buradan buranı verib 12, bunu verib Y. Buranı verib 9, buranı da verib 18. Yani bizə muftadan hündür dirəyə qədər olan məsafə, yəni bura, yəni bura X istəyir. Birinci. İkinci, mufta yerdən hansı hündürlükdədir? Y istəyir. Üçüncü, muftadan hündür dirəyin aşağı nöqtəsinə qədər olan məftilin uzunluğu. Muftadan hündür dirəyin aşağısına qədər olan buranı istəyir bizdən. Dördüncü isə muftadan alçaq dirəyin yuxarı nöqtəsinə qədər olan məftilin uzunluğu. Bir də buranı istəyir. İndi bu hərfləri arada dəyişəcəm. Diqqət edin bura.
Rahat yolu sizə izah edim. Bura 90 dərəcədir. 90 dərəcədirsə, bura A, B, C, D, Y yazaq. AB ilə YD paraleldir. Paralel olanda baxın bu bucaqla bu bucaq bərabər olur. Bu bucaqla bu bucaq bərabər olur. Mesela 3 bucaq A, B, C oxşar olur 3 bucaq D, Y, C ilə. Oxşardılarsa demək tərəflər nisbəti bərabərdir. Bu üç bucaqların məsələn bir də AB ilə DY tərəfi nisbətini yazıram. AB böl DY bərabər 9 böl 18 düzdürmü? O da olur 1 böl 2. Deməli bütün tərəflər 1 bölünsün 2 nisbətindədir. Bura indi diqqət edin. Silirəm onu. Z-də silirəm. Deməli 1 bölü 2-dirsə, bura olacaq məsəl üçün x-imiz, y-imiz var da. Bura z yazsam, bura olur 2z. Axı 1 bölü 2 nisbətindədir. 1z böl 2z yaza bilərik. Sonra bura t yazsam, bura olur 2t. Məsələn bu A olsa, bura aydındır ki, bura 2A'dır. A 9 ise 2A'da 18'dir. İndi başqa tərəfləri başlayaq tapmağa da biz. Burada da bir dənə həm eyni şeydir. Bu üç bucaqla da böyük üç bucaq oxşar olduğundan bura B olsa, bura olur 2B. X bərabər olur 2B'ye. İndi AD'nin necə tapaq? Diqqət edin bura. Fövqəl ədədlərinə diqqət. Müraciət edəcəyik. Düzbucaqlı üçbucaqda katetlərin biri 9, digəri 12 olanda hipotenuz olur. Fövqəl teoreminə, yəni fövqəl ədədlərinə görə hipotenuz oldu 15'də. Bax, fövqəl ədədləri deyirəm, amma gedin birinci fövqəl ədədlərini öyrənin, sonra gəlin bura rahat olsun. Yox, hər dəfə A kvadrat, B kvadrat, bərabər C kvadratını işləməyək. Deməli, bura oldu 15. Çünki nə 9 var, 12 var, 15. İndi Z üstə gəl 2Z. AD'yə baxın. AD Z üstə gəl 2Z'dir də. Və AD'yə tapdıq biz 15. 3Z bərabər 15. Buradan alınır ki Z bərabər 15'i 3'ə bölürəm 5. İndi C'də nəyə bərabərdir? C'də bizə 3-cü idi də, düzdürmü? 3-cün bizə vermişdi ki, muftadan hündür dirəyin aşağı nöqtəsinə qədər məsafə C'dir. C'də 2Z'dir. Yəni 2 vur 5, C'də oldu 10. Sonra muftadan alçaq dirəyin yuxarı nöqtəsinə qədər olan məsafə 4'ü inindən tapın. Muftadan alçaq dirəyin yuxarı nöqtəsi. O Z istəyir bizdən. CA'nı istəyir yəni. CA. O da oldu 5. Z'imiz tapmışıq da 5. 2 dənə tapdıq. İndi birinci ilə ikincimiz qalıb. Muftadan hündür dirəyə qədər məsafə, bir də mufta yerdən neçə metr məsafədədir? Baxın, diqqət edin. Demək, muftadan hündür dirəyə qədər məsafə biz x istəyirik. X bərabər 2b. Baxın şəkilə. 2b ilə 1b ilə 2b toplayanda 3b. 3b bərabər 12 olur, düzdürmü? 3b bərabər 12. B bərabər 4. X də bərabər 2b daxil.
2 vur 4. Oyna onu səslə. X bərabər 8. Bunu tapdıq. İndi Y-i tapaq. Hə. Bax, Y-ə də diqqət edin. Baxın, bu 10'dur. Heç ona ehtiyacımız yoxdur. Rəngini dəyişim. Rahat anlayaq. Rəngini götürürüm göy. Bax, diqqət edin. Bura 2B-dir. Bura 1B-dir. Düzdürmü? Bu 3 bucaqla da bu böyük 3 bucaq oxşardır axı. Bura necə 2/1 nisbətindədirsə, o zaman burada 2/1 nisbətində. Bura məsələn yazıram 2K, burada olur 1K. Yox, üzrü sayını çaşdım. Bu 12 burada 3B'dir. 2 bölünsün 3 nisbətindədir bu tərəf. Bir də çəkirəm, bir də qıraqda bir dənə rahat çəkim. Daha yaxşı başa salmaq üçün. Baxın. Bu 3 bucağı ayrıca çəkirəm bunu. Bura 2B, yəni bura 3B'dir, düzdürmü? Deməli, balaca bölünsün böyük 2/3 nisbətindədir. Deməli, burada olacaq 2K, 3K. Həmin bu 3K 9'dur da. K bərabər 3 olacaq. Y-də 2K'dır. Y-də bərabər 2 vur 3. 6. Bunu da tapdıq. Onuncu məsələdə Allahın köməyi ilə bitdi. Keçək 11'ə. Deməli, 3 bucaqlar oxşardır. Oxşarsa tərəflər nisbəti olacaq bərabər. Deməli, 3 bölünsün 6 bərabər. X üstə gəl 1. Bölünsün 3x çıxılsın 2'yə. Uyğun tərəflərin nisbətini bərabərləşdirdik. Tənasibi həll edik. 6 ilə 3x çıxar aparıram. 1, 2. Deməli, 1 vur 3x çıx 2 edir. 3x çıx 2. Bərabər 2 vur x üstə gəl 1. Buradan olur 3x çıx 2 bərabərdir. 2'ni vururam x'ə 2x. 2'ni vururam 1'ə 2. Olur 3x çıx 2x bərabər 2 üstə gəl 2x bərabər 4. 2x'i digər sol tərəfə keçirdim. O bir 2'ni isə sağ tərəfə. Tamam. X'i tapdıq. İndi bizə deyir ki, hər birinin perimetrin və sahəsini tapın. X üstə gəl 1, x 4 olanda x üstə gəl 1 nə olacaq? 5. 4 üstə gəl 1, 5. Sonra 3 vur x çıx 2 isə 3 vur 4 çıx 2. Bu da elədir 10. Pifaqor ədədlərinə görə əziz şagirdlər, katetlər 3, 4 olanda hipotenuz 5 olur. Deməli, digər katet oldu 4. Yenə deyirəm, gedin Pifaqor ədədlərini öyrənin, sonra gəlin buna. Sonra burada nədir? Pifaqor ədədinə görə hipotenuz 10'dur. Katetin biri 6'dırsa, digər katet olacaq 8. İndi bu perimetrin P1 sahəsini S1 götürək. P1 nəyə bərabərdir? Tərəflərin cəminə. 3 üstə gəl 4 üstə gəl 5. Oldu neçə? 12. S1 nəyə bərabərdir? Bilirik ki, 2'də 1 AB-də. 2'də 1 vur katetlərin hasili. 2'də 1 vur 3 vur 4. Katetlərin hasili. 12'ni bölüm 2'ye 6. İndi bu birisinin də perimetrini P2 sahəsini S2 götürək. P2 nəyə bərabərdir? 8, 6, 10. Bu üçünün cəmi. 6 üstə gəl 8 üstə gəl 10. %24. S2'də düz bucağın sahəsi 2'də 1 AB-dir. Yəni 2'də 1 vur katetlərin hasini. 2'də 1 vur 8 vur 6. 8'in 6 ixtisa gedir. 4, 4 dəfə 6 yenə 24. Bu da belə. Deməli, ABC'li paralelogramda A bucağının tənbələni BC-nin T nöqtəsində kəsir. Tənbələndirsə bu bucaqlar bərabər alfa. Tənbələn ona demişdi ki,
Paralelogramda bura ilə bura bərabər olur. Niyə? Bura alfadırsa, bura da alfadır. Çarpazdılar axı. BC ilə AD paralel. O zaman baxıram ki, bu bucaqla bu bucaq eyni. Geri götürək. Deməli, onda üç bucaq ABT bərabər yönlü oldu. AB ilə BT oldu bərabər. Biraz geri aparaq. Demək, üç bucaq BT bərabər, ABT bərabər yanlı. AB 4. Bura 4 ise burada 4. AD 8. Rəngli, qırmızı rəngli hissənin sahəsi 2. Bura S1 yazıram. S1 bərabər 2 olarsa, göy rəngli hissənin sahəsini tapaq. S2'ni tapaq. Baxın, burada S1 ilə S3 götürdüm. Bunu kəsişməni bir dənə hərflə işarə edək. Bu üçbucaq BMT ilə üçbucaq DMA oxşardır. Niyə oxşardır? Axı BC ilə AD, yəni qarşı tərəflər olduğundan paraleldir. O zaman bu bucaqla bu bucaq bərabərdir. Bura ilə də bura onsuz bərabərlik bayaq deyilib. 2 dənə bucaq bərabərdir deyə BB əlamətinə görə bu üç bucaqlar oxşardır. İndi tərəflər nisbətinə baxın. 4/8 yazım tərəflər nisbətini. 4/8. Yəni BT bölünsün AD. 4/8 yəni 2'də 1. Demək, tərəflər nisbəti 1/2 nisbətindədir. Bura x olsa, bura olacaq 2x. Bura y olsa, onu da dəyişdirim. Bura olacaq nə? 2y. Tərəflər nisbətini bildik. Burada olur S1 böl S3 bərabər tərəflər nisbətinin kvadratı. 1/2 yəni bayaq kvadrat, yəni 4'də 1. S1 neçədir? 2. 2 böl S3 bərabər 4'də 1. Buradan olur S3 bərabər 2'ni vururam 4'ə, olur 8. Deməli, bu neçə oldu? Oldu 8. Bura baxın, bu fiquru təzədən çəkdim. Rahatçılıq olsun. Bu 8'dir. Bura 2'dir. İndi buranı tapaq. S4'ü tapaq, sonra bu S2'ni taparıq. Baxın, bura diqqət edin ha. Diqqət edin əzbalar, diqqət edin. Bura S4. Yeniləmə, bu üç bucağı yenidən çəkdim. Bura x, yəni 1x. Bura 2x. Burada S3. Burada hər hansı bir üç bucaq çəkmişik. Üç bucağın, bir bucağın daxili şüasını çəkmişik. Qarşı tərəfdən birləşdirmişik. Bu sahələr nisbəti S4 böl S3. Bu tərəflər nisbətinə bərabər, kvadratına bərabər deyil ha. Burada diqqət edin. Kvadratına bərabər, tərəflər nisbətinə. Üç bucaqlar oxşar olanda, oxşar üç bucaqlarda sahələr nisbəti tərəflər nisbətinin kvadratına bərabərdir. Burada isə yox. X-lar 7, burada qaldı 1. S3'ün yerinə S3 8'də yazmışıq. S4 bölünsün 8 bərabər 1/2 getdik. Buradan S4 bərabər oldu 4'ə. Bu da bərabər oldu 4'ə. İndi biz burada nə edəyik? Aldığımız cavabları yumruqlayırıq. Biz bunları əlavə olaraq tapmışıq da. İndi paralelogramda bir dənə xassəyə baxaq. Paralelogramda məsələn bu diagonal çəkiləndə bu üç bucağın sahəsi bir-birinə bərabər olur.
Ona görə burada nə edəcəyik? Təzədən qaratdım. Baxın burada. Deməli burada alınır ki, S1 üstəgəl S2 bərabərdir. S4 üstəgəl S3-ə. S1 2-dir, S2 ilə S2-dir. S4-ü 4 tapmışıq. S3-ü də 8 tapmışıq. 4, 8, 12, 12-dən 2 çıxıram. Cavab elədir 10. 10 santimetr kvadrat. Sahələrdə gərək santimetr kvadrat yazaq. Verilənə görə dəyişənin qiymətini tapaq. Baxın bura indi. Bax, bu bucağından bu bucaq bərabərdir. Çarpazdan görə daxil çarpaz. Bu bucaqdan bu bucaq. Deməli, bu böyük üst bucaqla balaca üst bucaq. Bu üst bucaqlar bir-birinə oxşardır. Tərəflər nisbətini rahatlıqla yazaq. Demək, 18 bölü 6 neçə inir? 3 bölü 1. 3x bölü 1x nisbətindədir. Demək, bura nə olacaq? Bura olacaq 3x. Yəni, x-imiz var deyə başqa hərf yazaq. Məsələn, 3a 1-a. Bu olacaq 3a, bura olacaq 1a. Demək, burada 3a-dır da. X nəyə bərabər olacaq? 2a-ya. Çünki 2a ilə 1a 3a-yıdır. Deməli, 3a həm də bərabər neçəyə? 21-ə. 3a bərabər 21, a bərabər 7, 21-i böldüm 3-ə, x də bərabər 2 var 7. 14. Məsələn, başqa formada yazsaq biraz hələ uzun olar həlli. Məsələn, yazaram a bölünsün, bu a bölünsün 21 bərabər 6 böl 18. 18-dən bu 7 qaldı 3. 3-dən 21, 7 qaldı 7. Buradan olur a bərabər 7. X-də tapmaq üçün bura bir təfə 21-də axı. 21-dən çıxmalıydım a-nı. 21-dən çıxıram 7-ni bərabər 14. Bu uzundur. Rahatı bu üsuldur. Kim necə daha rahat anlayırsa o formada da yazsın. B bəndən də yazaq, bu səhifə bitsin. Demək belə. AD ilə BC eynidir. BC də bərabər AD-yə, o da bərabər ona. Yəni, buradan bura 10-dur. 10-dan 5 çıxıram. Bura olur 5. İndi bayaq dediyimiz kimi, məsələn, bu bucaqla bu bucaq bərabərdir. Keçirdək bunu qaraya indi də. Demək, bu bucaqla bu bucaq çarpaz olduğundan bərabərdir. Bu bucaqla bu bucaq bərabərdir. 3 bucaqlar oldu, oxşar. Uyğunluğu qoruyaq. A, Y, D oxşardır nəyə? T, Y, B-yə. Oxşardırsa tərəflər nisbəti eyni olacaq. Tərəflər nisbəti olacaq nə? 5 böl 10. 1 böl 2. Yəni, 1-in 1x götürək. X-imiz var deyə, məsələn, bunu 1a götürək, bunu 2a götürək. Məsələn, bura oldu 2a, bura oldu a, düzdür. Demək, digər tərəflərdə 1 böl 2 nisbətindədir. Bura olsun, məsələn, b. O zaman burada olacaq 2b. Demək, b bərabər neçədir? 6-dır. X də bərabər 2b. 2 var 6, o da 12. Vəssalam. Məsələn, digər tərəfi istəsə, məsələn, buranı z götürərdim, bura götürməliydim 2z. O ölçünü bizdən istəmir deyə, nəsə onu tapmaq üçün nəsə bir ədəd verməyib deyə, orayla işimiz olmur. Cavabı nə oldu? 12. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Özünüzə yaxşı baxın. Sağ olun, Allah amanında.